olsun değerli tamaşaçılar, yine mən Mikail, yine Kanal S-in efiri. Həftə içi 5 gün olduğu kimi bugün də həftənin ikinci günü yarı yuxulu, yarı oyaq Fərahimlə başladıq. Fərahim, nə qurt alırsan telefonu? Kim yazıb? Neçə dəqiqə əvvəl yuxudan oyanmışsan? 12'nin yarısından sabah xeyir olsun. Qonaqlarımıza salam verirəm. Sizə də Kanal S rəhbərliyində 12'nin yarısından yoldayıq. Dərinəgüldə dəbərmək olmur. Dəbərmək yəni qədim saatlı sözüdür. Yox. Dəbərmək. Yəni bizim nədir? Yəni dəhşət tıxac var. Ha, tıxac idi. Gözəl zəng eləmişdi təlimatında, amma həqiqi tıxacdır qardaşlar. Tıxacdır. Saat yarımda oradayıq. Həqiqətən. Gəldi vallahi. Və son bir dəqiqədə girdiniz içəri. İlkin sən də çox rahat bilirəm, yəni dırnaq arasında. Rəşad, xoş görüşdük və Tərxan var ol. Görürsən, yadımdadır da. Da lazımdır tərsizdən, xam məndən falan. Rəhim, nədir başını tutmuşsan? Başın ağrıyır. İstəyir, istəməsin. Çünki maraqlı olacaq. Kameraman dostlarımızın hər birinə salamlar olsun deyirəm. Heyətimiz buradadır və həftə içi 5 gün Kanal S-dən və həftə sonları, şənbə və bazar günləri ARB televiziyasından sizləri salamlayıram. Odur ki, hər şey gözəldir, yaxşıdır və yaxşı da olan odur ki, yaxşı qonaqlarımız var. Onları dəvət edəcəm. Mən həmişə onun adını səhv salıram. Gah deyirəm Gülarə, gah deyirəm Gülnarə, gah deyirəm Gülarə. Amma o elə Gülnarədir, özdə Qarabağın maralıdır. Xoş gəlib, səfalar gətirib, gəl, gəl. Ay qız, bir aman ver, gəl. Sonra danışacağıq da, oradan hayır, yeni mahnı səslənəcək. Xoş gəlmişsən. Hər vaxtınız xeyir olsun, mənim dəyərlim, əzizim, gözəl qardaşımız Mikail bəy. Xoş gördük sizləri və ekran qarşısında əyləşən dəyərli tamaşaçılarımızı ürəkdən salamlayıram. Mənim dəyərli qardaşlarımı salamlayıram. Xoş gördük hər birinizi. Tanışdığım var. Əlbəttə ki. Hər biri ilə. Hər biri ilə. Yeni mahnında mübarək olsun, yeni libasında mübarək olsun. Bilirəm ki, təzədir, siftəsin bura geyinmişsən. Hələ qahtı açılmayıb. Söz vermişdim, gecən verilişdə də demişdim. Dedim ki, Mikail müəllim, inşallah ki, yeni mahnım olsun. Birinci sizin efirdə olacam. Və şükürlər də olsun ki, yeni mahnımız, gözəl bir mahnımız, gözəl bir iş. Mən ona şübhə eləmirəm, çünki sənin gözəl avazın var. Çox sağ olun, sənətin gözəldir. Xətrin də dünyalar qədər əzizdir mənim üçün. Çünki biz illərdir bir-birimizi tanıyırıq, ortaqda dostlarımız var. Çox sağ olun. Bir gözəl çıqqılı qız gəlib. Nur kimi parıldayır. Bu, belə deyək də, anonslardan musiqi ilə dəvət eləyir. Nur, böyük görünür deyə. Gəl, gəl, gəl. Ay Nur, sən anonslarda, belə deyək də, daha böyük görünürdün. Sən mənim balalarım kimi elə balacasan, çıqqılısan. Amma deyilənə görə yaşın var da, hə? Xoş gəlmişsən. Hər vaxtınız xeyir, tamaşalarınızı salamlayıram. Tamaşaçıları salamlayırsan. Neçə yaşın var Aynur? Mənim 9 yaşım var. 9 yaşım var. Hə də mənim oğlumla yaşısan elə. Siz deyəsən eyni təbəqənin uşaqları elə belədirlər. Yemək yemirsiniz siz? Yeyirik. Yeyirsiniz. Can, əyləş. Nur çox istedadlı uşaqdır. Nurun valideyni mənə zəng elədi. Dedi ki, bəs Nurun bu ayın 18-i, bu ayın 18-i 9 yaşın tamam olacaq. Deyir ki, istəyir ad günü ərəfəsində bir gözəl çıxışlar eləsin. 2 qəşəng mahnısı var və sənə bu yolda uğurlar arzulayır Mikail əmin. İnşallah eşidəcəyik səni də, amma digər qonaqlarımızı çağırandan sonra o qonağımız mahnısı ilə gələcək. Elə mahnılar ifa eləyir ki, deyir görünən dağa bələdçi lazım deyil. Dünənləri Sulduz İmanlı paylaşım eləmişdi. Sonra axşam belə deyək, mənə yolladı həmin kadrı da. Deyirəm ki, Sulduza ki, Sulduz, həqiqətən, belə deyək, əgər sənət varsa, mütləq şəkildə orada bir gözəllik var, orada keyfiyyət var. Söhbət mənim dəyərli dostumdan gedir, öz mahnısı ilə gələcək. Tural Salmanov, xoş gəlib, səfalar gətirəcək. Buyur əziz dostum, xoş.
başa sır vermedim sirdaşa Hayalımla baş başa seni düşünürəm ben Hayalımla baş başa seni düşünürəm ben 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 Gece keçir yardan ayırır candan Sen şirin yuxudasan seni düşünürəm ben Gece keçir yardan ayırır candan Sen şirin yuxudasan seni düşünürəm ben Bu ne əda bu ne naz sandı ya da hoş olmaz Bu ne əda bu ne naz sandı ya da hoş olmaz Kalbim olup sınıksa seni düşünürəm ben Kalbim olup sınıksa seni düşünürəm ben 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 Seni düşünürəm mən, 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 seni düşünürəm mən. Düşündük ki, tamaşaçılar da Turan Salmanovu düşünür ki, Mikail onu dəvət eləsin, dəvət etdik. Xoş gəlmirsən, əyləş, səfalar gətirmirsən mənim dəyərli dostum. Hər vaxtınız xeyir olsun, Mikail qardaşım. Bizi izləyən bütün tamaşaçıları salamlayıram. Burada çox gözəl qonaqlarınız var, onları da salamlayıram. Uzun müddətdir biz Günlarə xanımla tanışdığımız var. Teşekkür ederim. Yəni toylarda, məclislərdə. Maşallah, Günlarə tüğyan eləyir. Bəli, bu gözəl balanda Allah saxlasın. Nur balamız, çox istedadlı Allah baladır. saxlasın. Gələcəyi inşallah uğurlu olsun, səhnəmizdə yeni bir nəfəs olsun. Tamaşaçılar tərəfindən ümid edirəm seviləcək və gözəl ansamblla. Bəli, hər biriniz xoş gəlmisiniz. Deyirəm, vaxtımız var. Vaxtımız varsa, onun populyar mahnılarından biri. Düz deyə, istər iyi bax kəndinə var, bir çox mahnılar var. Onun bütün mahnıları gözəldir və illərdir ki, tanıyırıq, dəvət eləyəcəyik. Amma istəyirəm ki, Elnur Əmrahovun bir mahnısı da səslənsin. Yenidən bizlərlə bərabərdir. Daha sonra digər qonaqlarımızı dəvət edəcəyik. Buyursun Elnur Əmrahov. Xoş gəlmirsən dostum. Səfalar gətirmirsən. Toy toy toydur oğlumun Boy boy boyuna kurban En güzel günüdür oğlumun Xoşbəxt olsun her zaman Toy toy toydur oğlumun Boy boy boyuna kurban En güzel günüdür oğlumun Xoşbəxt olsun her zaman
Toy toy toydur oğlumun. Boy boy boyuna kurban. En güzel günüdür oğlumun. Xoşbəxt olsun her zaman. Toy toy toydur oğlumun. Boy boy boyuna kurban. En güzel günüdür oğlumun. Xoşbəxt olsun her zaman. Bəli. Qısa reklam fasiləsindən sonra Gülnarə öz sevgisini reklam fasiləsində musiqiçilərə göstərir ki, əlbəli də salamlaşsın. Çünki isti münasibəti var. Elnur Əmrahovun gözəl bir ifası ilə kesil aldığı reklamlara hər biriniz xoş gəlmişsiniz, səfalar gətirmişsiniz. Elnur, hər şey əladır bilirəm. Bəli. Şükür olsun Allah. Salamlayıram səni. şükür. Bütün Kanal S izləyicilərin, televiziya izləyicilərini salamlayıram, rəhbərliyini salamlayıram, dəyərli musiqiçiləri salamlayıram, dəyərli qonaqları salamlayıram. Tural Salmanov, sənətkar da. Bəli. Allahın adından da. Gülnarə ilə Bunlara münasibətin xanımı var. salamlayıram, xoş gəldin. Yəni- Birinci dəfədir görüşürük. İlk dəfədir. İlk dəfədir. Sən Salyan toylarında çox olursan da o tərəfdə çox Bəli. olursan. Bundan sonra bir yerdə inşallah çox olar. İnşallah. İnşallah. Deməli bir qonağımız da var ki, o qonağımız maşallahı var. Deməli, əmoğlu sayılır mənə. Çünki Kəlbəzərdir, Laçındır, qurban olum Azərbaycanın hər tərəfinə. Amma o Qubadlılarla Kəlbəzərlilər, Qubadlılarla Laçınlılar bir-birinə əmoğlu deyirlər. O da elə əmoğludur və mən çox sevinirəm ki, indi belə deyək, yaşının kifayət qədər yəni çox olmasını yoxdur, amma yəni müəyyən bir yaşdadır, amma o yaşa baxmayaraq bütün el şənliklərinin gözüdür və el şənliklərində çox sevinirəm ki, əmoğlu da öz iştirakını eləyir və bugün də dəvət etmişəm ki, 5 gün Mikail'la şousunda olsun və Fəqanımızı salamlayacaq, Fəqan Kəlbəzərli öz ifası. Əvvəl sazınla gələcəksən, sazın buradadır ya, sazın buradadır. Qoş sazını, Elnur o sazı ver mənə. O sazı ver mənə, bax üstündə də adı var. Necə? Fəqan Kəlbəzərli. Deyirəm, gəl öz mahnınla, xoş gəlmisən, səfa gətirmisən. Pəncərənin milləri, ay sarı seyranla qaz, açdı qızılı gülləri,
oğlu, xoş gəlmisən. Səfa gətirmisən. İlk dəfə də görüşürük. Tural, belə bir peşəkar ifaçı kimi mən Elnurdan da, bax, Gülnarədən də soruşacağam. Amma mən özlüyümdə bilirəm də, səsdə Şirinlik var, məlahət var. Saz da qəşəng çalır, maşallah. maşallah, maşallah. Xoş gəlmisən. Xoş gününüzə gələn Mikail müəllim, Allah sizi var eləsin, dəyərli rəfaqəçi. Var ol. Ekran qarşısında bizi izləyən dəyərli tamaşaçılarımızı salamlayıram, dəyərli qonaqları salamlayıram, dəyərli ansamblı salamlayıram. Var olasın. Hər şey yaxşıdır. Bəli. Həyəcan falan da yox. 15 il. Yoxdursa əyləş. Hər biriniz xoş gəlmişsiniz. Deyirəm ki, Əmlə qoyduğun otursun. valla bu ilk dəfə görüşdüyüm adamlar yaxşı bir ifa göstərəndə, yəni ilk dəfə yəni rastlaşdığım adamlar verilişi nəzərdə tuturam. O qədər sevinirəm ki, hərdən görürsən ki, birdən biri deyir ki, ay dünyanı dağıdacağam. Gəlib görəcəksən mən nələr eləyəcəm. Baxırsan ki, doğrudan da heç nə yoxdur axı. Yəni boşunadır. Amma görünən tərəf də mənəm deyə işıqlarımıza nə olub dostlar? Barıca işıqlandıraq səhnəni. Yəni ilk addımları başlayandan sonra qəşəng, yəni repertuarın daha da zənginləşdirəcək. Yəni, İnşallah. İnşallah. Xeyirli uğurlu olsun. Mən sənin doğmalarını, əzlərini salamlayıram ekran vasitəsilə. Bilirəm ki, tamaşa edirlər bizə. Gələndə də hamısına tapşırmışsan ki, Kanal S-ə baxın. Xanəndəli bitirmişsən həm də da. Dərs keçmişəm. Xanəndəli də bitirib. Hə, xanəndəli də. O boğazlar var da. Az sonra yenə bir dostumuzu dəvət eləyəcəyik. Ondan bir gözəl ifa olacaq. Çünki Tural bugün tək gəlməyib. Amma deyirəm ki, Aynur, amma əmilər oxudu. İndi də deyirəm Bibi oxusun. Çünki Bibi o qədər, belə deyək, səbirsizliklə o mahnısını təqdim eləmək istəyir ki, Bibini də dinləyək. Oxusun və deyir oxusun. Məndən çox. Yazar, sözün müəllifi. Kimdir? Humay İmran qızı. Hə, Humay. Humay İmran qızı bəlkə də neçə günlərdir. Bəlkə də deyərəm ki, neçə vaxtlardır ki, oturub gözləyir ki, bu anı gözləyir ki. Mən Humay xanımın xətrini çox istəyirəm. Bəli, buradan ekran vasitəsilə salamlarımı göndərirəm. insandır. Onun gözəl mamasının əllərindən öpürəm, Rəna xanım da əllərindən Rəna öpürəm. xanım, Allah can salamlar sağlığı olsun. versin. Və aranjmanımız İsmail qardaşımıza. İsmail Əlzadə. İsmi sağ olsun. Son vaxtlar Bəli. 2-3 ad var ki, onlardan biri İsmaildir. Ki, aranjman İsmail, aranjman Deməli İsmail. qardaş, qoy deyim sənə. Bu mahnının ərsəyə gəlməsi əslinə qalsa, belə deyək də, yəni mən Tovuzlar mahnısı çıxanda, bu Səməndər rəqs edəsində. Səməndər rəqs, bəli. bəli. Bu çıxanda çox sevindim və bu mahnını çox sevdim. Humay xanımla da bizim tanışdığımız oldu. Aha. Çox bir ani bir momentdə tanışdığımız oldu. Mənim bacım vasitəsilə tanışdığımız oldu. Və mən dedim Humay xanım, çox istəyərəm ki, bu Səməndər rəqsinə mənim də bir sözlərim olsun. Mən də buradan şəmkirlər salamlayıram və şəmkirlər deyirəm. Deyəcəksən. Yox, Hələ ki, oxuyacaqsan. Yox, onu da gözləyim. Aa, yox, deyirəm, yəni oxuyacaqsan. Gəl, gəl, gəl. Nə olub bugün sənə? Niyə belə həyəcanlı? Niyə belə? Hər şey gözəldəsin. Hər şey yaxşıdır. Can şəmkirlilər, can şəmkirlilər, ay şəmkirlilər, can şəmkirlilər. Şəmkirli danası, eller, 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 eller deyəndə sizə, deyəndə sizə. Gəlməyin heç zaman, boy, 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 nəzərə, gözə, nəzərə, gözə. Layiq olmusunuz, leyli, leyli, leyli,
şemkirliyəm deyir. Eller, 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 eller olsa da harda, olsa da harda. Qorxu yox canında. Oğlan, 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 oğlan boranda, qarda, boranda, qarda. Kasıba köməkdir. Oğlan, 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 oğlan qalanda, darda, qalanda, darda. Şərəfli qeyrətli eller, 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 eller. Can şəmkirlilər, ay şəmkirlilər. Can şəmkirlilər, şan şəmkirlilər. Ay şəmkirlilər, can şəmkirlilər. Şan şəmkirlilər, can şəmkirlilər. Əla, buradan Şəmkiri dostlarımızı da salamlayıram. Bir çox dostlarımız da var Şəmkirdə. Azərbaycanın hər tərəfi gözəldir və Azərbaycanın o Şəmkirindən söhbət gedirsə, düzün denən. Bu mahnını pul üçün oxumusan da. Yox. Necə yox? Əsla yox. Nurayla Qoy Nəbi- deyim. Burada Yox, kalemlər yox. doldu da. Əsla yox. Qoy deyim niyə. Hə, niyə? Çünki biz bir məclisdə idik. Bir məclis idi mən orada. Tovuzlu və Şəmkirlərin məclisi idi. Mən bu Tovuzlu mahnısını oxudum. Hə, yaxşı pul xərclədir. Yox, yox. Oxudum və mənə dedilər ki, bir dənə Şəmkirlərə də oxu da bu mahnını. Tovuzlar Hə, mahnısını. deyə hörmət elədilər Hə, ki. mən də hörmət Hə, edirəm. da dostum. Hə, mən də dedim ki, valla oxuyuram, amma Humay xanımın xətrinə dəyər də. Çünki Humay xanım o qədər dəqiq və o qədər incə bir xanımdır ki, yəni o istəmir ki, onun o yazdığı misralara hardasa kiminsə nəysə bir, necə deyim də, onu toxunsun və dəyişsin. Sonra mən elə fikirləşdim ki, niyə də mən Şəmkirlər deyim. Çünki Aytovuzlarla bərabər Qazaxlılar çıxdı, Gədəbəylər çıxdı, Gürcüstanlılar çıxdı. Və mən düşündüm ki, elə əgər indi Allahın izni ilə inşallah gündəmdə olun, hələ gözləyin, Göyçəllər gələcək. Hə, harda pullu yer var, ora mahnı oxuyursunuz. Azərbaycanın bütün bölgələri, bütün güşələri hamısı gözəldir. Əlbəttə. İnşallah bir dəfə də elə bütün Azərbaycanın Azərbaycanlılar da oxuya bilərik inşallah Allahın izni və Ümumilikdə, yavaş-yavaş gəldi, başlayıb qərb tərəfdən. Yox, bir şey Azərbaycan deyəcəm. qərb tərəfindən başlayıb. Tural deyirlər ki, Gəncə Dilara Basa xanım tərəfindən Qarabağlıdır. başlayıb. Niyə Qarabağlılar oxumur? Mən fərq etmir. Mənim üçün Azərbaycanın birdir. Azərbaycanın var olsun. O gözəl məmləkətin var olsun. Onun gözəl xalqımız, millətimiz var olsun. Valla. Vallahi. Bəli, və bir şey də deyim, Sənə qurban. Tovuzda dedim, bir Tovuzda Qardaşımızı salamlarız. salamlayırıq Füzuli müəllimi. Müəllimi çox Və salamlayıram. var olsun bizim Bəli, ortaq dəyərli dostumuzdur, qardaşımız da Allah onu illərimizin var eləsin. dostudur. Ceyran Nə- anamın əllərindən öpürəm. Bəli, Ceyran ana. Bəli. Can. Yəni bütün ad günlərində mən olmuşam. İllərdir ki, onun bütün ad günlərində biz bərabər şəkildə qardaş. Ceyran xanıma Allah ömür versin. Salamlayırıq Füzuli qardaşımı da buradan. Dəyə deyirəm, sabahları bizdə 5 qonaq olacaq və əslində o qonaqlardan ikisi gələndə dedilər ki, həqiqətən deyirəm, xanım qonaqlardır və ilk dəfədir mənim verişimdə olacaqlar. Dedilər ki, Fərahim orada olacaq. Dedim, həqiqətən deyirəm, dedim ki, hə olacaq əlbəttə. Dedi, olar ki olmasın, dedim ola bilməz. Mən hardayamsa orada. Dedi ki, çünki Fərahimlə biz bərabər çalışmışıq və orada Fərahim bizə mane olub və hətta elə bir mane olub ki, işdən çıxma dərəcəsinə qədər gəlmişik. Bir müəssisədə çalışmışsınız, belə deyim, səhnədə, bir səhnədə çalışmışsınız. O xanımlardan ikisi sabah çox alovlu şəkildə gəlir. Yox, sabah deyərsən də, özləri burada yoxdur. İndi versən sabah soyacaq. Yox, sabah. Yox, sabah. İndi sabahları və o iki xanım bircə dəqiqə darıxma da. Sabahki verişi mən kaş sabah burada olardım. Yəni kriminal verilişdir də nəsə. İndidən yəni anons edirəm ki, bu iki xanım bir kənara. Fərahim. Bir xanım da dedi ki, onların tərəfində durdu. Halbuki tanıyırsan həmin xanımı da mənim verişimdə olub. Söhbət elə Zuzu xanımla gedir. Dedi ki, sabahları şok açıqlamalar olacaq ki, görəcək, Fərahim də görəcək və Tovuzlu bir oxuyan var, o da biləcəklər.
Yaman belə aləm dəyişdir bir-birinə. Odur ki, sabahları bura çox maraqlı olacaq. Ola bilər verilişin adını dəyişdik. Nə demək istəyirsən Fərham? Nə deyirsən? Necə? De. Gəlir, xoş gəlir. Kim gəlir, biz gözümüz üstə yeri var. Amma mən həmişə irad bildirmişəm, oxuya bilməyən xanım bəy fərq yoxdur. Oxuya bilmirsə, məsləhət görmüşəm ki, oxuma da. Get işin nədir onunla məşğul ol. Çox gözəl. İndi sabah gələr inşallah. İndi mənim adımı çəkib bir dənə xahiş edir, bir canlı oxuyar. İnşallah görək də. İndi sabah baxacağıq da, yəni indidən demirəm adlarını falan. Amma bizim Nur balamız elə yaşının az olmasına baxmayaraq indidən yaxşı oxuyur. Qəşəng oxuyur. Maşallah. Xüsusi həvəsi var. Maşallah. Allah bütün balaları saxlasın. Bax bu gözəl balalar qoy musiqiyə həvəs göstərsinlər. Oğul balalar belə deyədim, müəyyən bir əlavə nəsə oyunlar var. Vallahi mən heç vaxt oyunları falan oynamamışam. Mesela evlatlarıma da icazə vermirəm. Qoy bu cür incəsənətlə maraqlansınlar. Mədəniyyətlə maraqlansınlar ki, bu gözəl Nur balamız da gözəl bir mahnı ilə bizi sevindirəcək. Xoş gəlmişsən bir daha, səfalar gətirmişsən. Alqışlayaq Nuru, başlasın oxumağa. Biz yaz etdi tanış, sən bulud, mən sayağış. Gəlsən o xəlvət otaq, mən gəlim qarış qarış. Otağına mehman olum, sən eylə qurban olum, sən eylə qurban olum. Gəl yağın izlərinə, süzülüm gözlərinə, sənə səssiz sarılım, qarşım sözlərinə. Ruhunda leysan olum, sən eylə qurban olum, sən eylə qurban olum. Dərd ol, dərmanın olum, ruh ol, mən canın olum. Əksini gözümdə çəkim, hey baxan heyran olum. Sən dedin sultan olum, bir ömür canan olum. Ölümcə sən ol yanımda, ay sənin qurban olum. Külə o ruhum əz, gizli gəl görsə tələs. Küləyində ətrini hiss eləyim hər nəfəs. Yoxluğuna peşman olum, sən eylə qurban olum, sən eylə qurban olum. Ürəyim sənlə gülür, çünki dərdindən ölür. Qəlbimin də qəlbi var, onda sənlə bölür. Qoyma mən peşman olum, sən eylə qurban olum, sən eylə qurban olum. Dərd ol, dərmanın olum, ruh ol, mən canın olum. Əksini gözümdə çəkim, hey baxan heyran olum. Sən dedin sultan olum, bir ömür canan olum. Ölümcə sən ol yanımda, ay sənin qurban olum. Dərd ol, dərmanın olum, ruh ol, mən canın olum. Əksini gözümdə çəkim, hey baxan heyran olum. Sən dedin sultan olum, bir ömür canan olum. Ölümcə sən ol yanımda, ay sənin qurban olum. Ay maşallah, elə sultan da sənsən, gözəl də sənsən, mələk də sənsən. Adətən valideynlər, əyləşmən bir şey deyim. Deməli bu oxuya-oxuya bir əli, uşağın əli yoruldu.
bunu evdə 100% öyrədiblər. Anası öyrədi ki, oxuyan. Musiqi məktəbində. Bəli, 4-cü sinifdə oxuyur. Musiqi məktəbində. Musiqi məktəbində oxuyursan. Çox gözəl xırdaqlar var. Millilik var. İnşallah Xanəndələr gələn şöbəsi nə? mahnılar yazanda milli mahnılardan istifadə Hə, edin. milli İnşallah. Səhnəyə ilk addımların elementlər var əlbəttə səsində. belə daha Maşallah. Oxuyursan da Müəllimin adı nə idi? bəkdən danış, mikrofonu ver. Fərmail müəllim. Fərmail müəllimdən təhsil alırsan. Yəni ifaçılıqla oxumaq üçün Bəli, də. xanəndəlik. Amma xanəndəlikdə oxuyur. Amma o əl işarələri evdə öyrədiblər. O mamanın işarələri. Mamanın işarəsidir və belə deyək də orada da səhnə kulisdə dayanıb. Hə, İndi uşaq qoy öz bildiyi kimi də düz deyib izah eləmək lazımdır. Allah bütün balaları saxlasın. Amin. Birinci dəfə Nəsimini efirə gətirdim. Onda Nəsiminin 5 yaşı var idi. Allah Oğlumun. saxlasın. Gəldim Allah bütün balaları saxlasın. saxlasın. Şəbnəm Tovuzlu da oxuyur. Bu vaxt kamera, mən MTV-də işləyəndə, kamera Nəsimini göstərdi ki, bir mimika göstərsin. Nəsimi də orada özün gördü deyə dil çıxartdı belə. Dil çıxartdı. O vaxtdan qaldım. Sosial şəbəkədə də yerləşdirdim. Belə deyək də, Allah bütün balaları saxlasın. Amin, amin. O gözəllik onlardadır. Valideynin sevinci onlardadır. Fərahim, nəhayət evlən. Çünki mən birinci sənə niyə ünvanlanıram? Yəni müəyyən bir yaşdasan da. Üzümü tuturam sənin valideynlərinə. Var olsunlar, əllərindən öpürəm. Fərahim gecikir uje. Artıq ruslar demiş uje deyirəm. Olmaz. Odur ki, sən bu ilin sonuna yaxın bir toy elə, ailə qur, o balalardan sən də dan. Nə göz vurursan mənə? Nə göz vurursan? Deməyim, deməliyəm də. Amma bir şey də deyim ki, İndi qısa reklam fasiləmiz olacaq, amma vəd verəcəm. Reklamlardan dərhal sonra Tural Salmanov öz ifasını edəcək, daha sonra Tural axı tək gəlməyib. Hə, neyniyək Tural? Oxusun sonra mən oxuyaram da. Hə, oxusun. Yusuf Mustafayev gəlir. Bəli. Mən buradan Respublikan Əməkdar Arasında Yusuf Mustafayevi salamlayıram. O balamızın da adı Yusifdir, soyadı da Mustafayevdir. Yusufin ifası ilə başlanğıc edəcək, görəcəksiniz Yusuf necə oxuyur reklamlar.
olsun. Halal, halal. Xoş gəlmisən Yusif. Xoş gördük. Səfa gətirmisən. Hə, ver Çox sağ bu olun, birisi. mənə efirimizə dəvət etdiyiniz üçün minnətdaram. Təşəkkürlər. Sağ olsun Tural Salmanov ki, belə deyək, təklif etdi. Mən də dedim ki, qoy gəlsin, bizdən bərabər olsun. Tural müsabiqədədir də, yəni Mikail qardaşım, təşəkkür edirəm. əyləş elə Tural əminin yanında. Gözəl balaları ki, Azərbaycan Bəli, musiqisinin gələcəkləridir bu balalar. Əlbəttə. Yəni istənilən bir sənətin bünövrəsində belə yəni uşaqlar deyəni ki, bunlar bizim musiqimizi gələcəyə daşıyanlar. Maşallah. Ona görə də bütün belə istedadlı balaları Allah qorusun. Allah Yusif qorusun. 9-cu muğam müsabiqəsinin Heydər Əliyev Fondunun və Mədəniyyət Bəli, Nazirliyinin dəstəyi ilə və dövlət televiziyamızda yayımlanan muğam müsabiqəsində finalçı oldu və diplomat oldu. Nə gözəl, Maşallah. nə gözəl, nə Aldı. gözəl, maşallah, maşallah. Hansı bölgədəndir? Özü danışdın. Yoxsa Zəngilan şəhər bir sayılı bizim Uşaq uşaq musiqi musiqi məktəbində mənim yetirməmdir. Tələbəndir. Bəli, Nə bəli, gözəl, mənim nə Tural gözəl. sağ olsun. bəli. Doğru. Nə Ay, gözəl, maşallah. halal olsun. Tural, sənə də. Zəngilanıdır özdə. Yoxsa Yox, əslən Şirvan dedim Şir, hə, zonasıdır. Boğaz hara Boğazı. Kürdəmir və Ucar. Hə, Amma özü Ucar. Bakıda doğulub. Yəni Bildim. belə deyim, Amma atası da elə kökdə o Bakıdadır. Şirvan məktəbi var da. Bakıda yaşayıb. Yox, əsas atası, məsələ odur ki, anası. Qarabağ yolu oxuyur. Sən də elə bir qərara gəl Çünki Şəmkirlisən. yox, yox, Qarabağ- müəllimi Qarabağlıdır, Tural- Qarabağ Tural- yolu oxuyur. Əslində muğamda, milli musiqidə hər hansı bir Bəli, bəli, bölgənin mən də yolu onu yoxdur. Bünövrə olaraq Azərbaycan muğamı var. Bəli. Ola bilər sadəcə o səsin Şivələr tembrlinə var. görə dəyişir. Səs Əlbəttə, avaz bəli. var, avaza görə dəyişilir ki, bu Bəli. məsələn aşıqlarda da var da, qərb Bəli, zonasının bəli. aşıqları. Ümumilikdə ozan sənətidir. Bəli. Həmçinin də muğamda da belədir. Yusif də istedadlıdır. Maşallah. Yusif sənə uğurlar. Və sənə təşəkkür edirəm ki, bugün efirdə çıxış eləmişdi dövlət televiziyasında, başqa kanalda da, amma bugün də bu verilişdə də, baxımlı verilişdə iştirak eləməyinə görə sənə Burada Təşəkkürlər. Turala da çox sağ ol. Tural əlbəttə ki, Tural sağ olsun. zəhməti Deməli, var, əziyyəti mən var. bu Zabrat qəsəbəsində yaşayıram. Bir də gördüm ki, orada bir adını çəkmirəm marketin, yəni Bəli. çox böyük bir marketdir. Bir də gördüm bir 4-5 uşaq mənə tərəf gəlirlər ki, mən də belə yaxınlaşdılar. İndi adam bilmirəm, həmin dəqiqə o Turaldır belə. Biz Turalın tələbələriyik, Mikail müəllim. nə gözəl. Müəllimimiz o qədər sizin verilişdə olub deyəndə bildim Tural Bəli, Salmanovdan bəli. söhbət gedir. Maşallah, hər bir Tural gözəl istedadlıdırlar. pedaqoqdur, Sağ olun, gözəl var sənətçi. Tural olun. sən də sağ ol ki, bir pedaqoq kimi layiqincə öz missiyanı yerinə yetirirsən. Çünki tələbələrin hər birini mən görürəm. Yəni onları. sənin də verilişində bu bir növ göstəricidir ki, yəni sən istedadlara da yol açırsan. Əlbəttə ki, az yaşlılara əlbəttə. da. Və istəyirəm ki, bir illərlə tanıdığım, illərlə hörmət etdiyim, özü bilir mənim xasiyyətimi Gülnarə, o xətrini nə qədər çox Vallahi, istəyirəm, qarşılıqlı. bir centlmenlik eləmək istəyirəm Bəli. bu dəqiqədə. İstəyirəm ki, bir əziz qardaşın kimi, bir əziz dostun kimi indi deyim ki, buyurur, gözəl mahnısı ilə Gülnarə Qarabağlı yox. Yadımdan çıxdığın bir günümdə yox, başqa birisinə ümidim də yox. Azacıq təpərim dözümümdə yox, mən sənsiz yaşaya bilmirəm daha. Azacıq təpərim dözümümdə yox, mən sənsiz yaşaya bilmirəm daha. Sənsiz keçirdim ömür gün deyil, Dayızım olmadı, quşum quş deyil. Sensiz geçirdim ömür gün değil, Payızım olmadı, quşum quş deyil. Sensiz yaşayışım yaşayış deyil, mən sensiz yaşaya bilmirəm daha. Sensiz yaşayışım yaşayış deyil,
Mən sənsiz yaşaya bilmirəm daha. Xəstəyəm dərdimə davamda çatmır, rahatlıq tapmağa quvamda çatmır. Yanımda olmasan havamda çatmır, mən sənsiz yaşaya bilmirəm daha. Yanımda olmasan havamda çatmır, mən sənsiz yaşaya bilmirəm daha. Sənsiz keçirdim ömür gün deyil, hayızım almadı quşum quş deyil. Sənsiz keçirdim ömür gün deyil, hayızım almadı quşum quş deyil. Sənsiz yaşayışım yaşayış deyil, mən sənsiz yaşaya bilmirəm daha. Sənsiz yaşayışım yaşayış deyil, mən sənsiz yaşaya bilmirəm daha. Sənsiz yaşayışım yaşayış deyil, mən sənsiz yaşaya bilmirəm daha. Sənsiz yaşayışım yaşayış deyil, mən sənsiz yaşaya bilmirəm daha. Allah sözlər mənə tanış gəldi. Allah ruhun şad eləsin, məhəbbət Kazımov, Allah rəhmət Sənətkarımız da eləsin. ifa Bəli. edir. Və dünya şöhrətli Respublikamızın xalq artisti Zeynəb xanlar Bəli. repertuarından. Zeynəb xanımın Gözəl repertuarında da mahnıdır, super. Biraz müasir. müasir yeni bir tərzdə, amma belə deyək, Yəni yaddan çıxmamaq üçün bu mahnılar, bu günləri belə deyim, çox da yeni mahnılara heç ehtiyac yoxdur. O qədər bizim Bəli. köhnə gözəl musiqilərimiz var ki, ki, yeni nəfəs verməyə ara lazımdır. sıra ifa eləmək əlbəttə. Mütləq şəkildə buna görə sənə təşəkkür bildirirəm və düz deyilmişlər ki, Allah cığalın payını verir. Mən deməli dedim ki, günləri ilə zarafat elədim, dedim Elnur oxuyacaq. Oradan başqa mahnı verdilər, Turalıymış. Ona görə də aldım. Elnur, eyb yoxdur Elnur. Aldım payımı, gedim çağırım dayımı. Bizim səs tembrlərimiz oxşayır. Əslində belə Oxşarı həmişə var da, səsdə də var, görünüşdə də var. Mənim özümü o qədər deyirəm, Vandam, yəni deyirəm Vandam deyirəm də, yəni səhv salırlar hərdən belə. Amma səslər güyə də. Vandam Fərahimdir. Yo, Arnold Schwarzenegger'dir. Elə Vandam olar. Fərahimi incitdiniz. Azəri Vandam. Fərahimi incitmişsiniz əslinə qalsın. Fərahimi incitməmişim. Qaşı qabağını da tökülür. Fərahim fikirləşir ki, sabah nə deyəcək? Sabah Fərahimi çox burada nələr incitdiniz olacaq? əslində. Həyəcanlanan sənətkar deyil, o hazırlıqlı. Bilirəm, maşallah. İndi xanımlardır deyə indi bilmir ki, necə olacaq. Hər şey yaxşı olacaq. Yenə də sən xanımlara jest eləyərsən də. Hə, indi belə deyirsən, sabahlar o çaxnaşmada, canlı oxumaq demişkən, irəliyən dəqiqələrdə canlı ifalar da istəyəcəyik. Çünki mənim şah dostlarım buradadırsa, mütləq şəkildə canlı ifa olacaq. İndi isə canlı ifa yox. Elnur Əmrahovdan o sevdiyim mahnılardan biri səslənəcək, dinləyəcəyik. İndi görəcəksiniz hansı mahnı. İyi bak kendine. Delerdim dünyayı senin uğruna, muhakkak gidiyor şimdi ağrına. Al da o insafsızı bas bağrına. Sıkı sıkı sar, iyi bak kendine. Sıkı sıkı sar, iyi bak kendine. Olmadı ya, iyi bak kendine. Buraya kadar iyi bak kendine. Neden benim duygularımı ezersin? Aşığınım anlamayıp üzersin. Ben artık yokum onunla gezersin.
çarşı pazar, iyi bak kendine. Çarşı pazar, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. Bu nasıl esalet, bu nasıl şahşaha. Hala utanmadan çekiyor kahkaha. Senin yüzünden şarap içmem daha. O bana zarar, iyi bak kendine. Canıma zarar, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. Rüzgar esmeden soğuğunda vardı. Kim bilir hangi durağında vardı. Şimdi evlisin, çocuğun da vardır. Bense bekar, iyi bak kendine. Bense bekar, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. Nasıl da başladı, nasıl da bitti. Bellidir artık şu canıma yetti. Güvendiğim dağlara yadı gitti. Dop dolu kar, iyi bak kendine. Dop dolu kar, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Buraya kadar, iyi bak kendine. Pul para işine yaramıştır kimin. Şunu da unutma, olamam teslimin. Senin param var da ben müzisyenin. Şarkısı var, iyi bak kendine. Şarkısı var, iyi bak kendine. Olmadı yar, iyi bak kendine. Şuraya kadar, iyi bak kendine. Allah! Elnur'un çox sevilən mahnılarından biri. Bəli, çox Yəni gözəl. dinlədikcə Sevirik. dinləyirsən və bir neçə gün bundan öncə də sosial şəbəkədə mən ümumiyyətlə dostlarımın uğruna o qədər sevinirəm ki, çox sevinirəm və o səni qarşılamanı da gördüm. Şəbnəm Tovuzlu da həmin məclisdə idi. Bəli. Sonradan bir nəfər də qonaqlarda biz canlı açmışdılar. İlahi, yəni o qədər mən sevindim ki, Elnur'u belə deyək, o dəmdəstgahla qarşılama, toy sahibindən tutmuş, o qonaqlar, hər biri düz toyun başlanğıcından sonuna qədər. Çox sağ ol. Var ol əzizim. Allah səni var eləsin, Mikail. Sən mənim illərimin dostusan. Bu dostluq da Allahın izni ilə əbədi olacaq. İnşallah. Sən gözəl insansan. Çox sağ ol mənim dəyərli qardaşım. Var ol və uğurlarınız valla çox olsun. Bütün işlər qaydasında geçsin. Amin. Mərdimazardan əsas odur ki, uzaq olar. Amin, amin inşallah. Ən əsas Ən o. əsası Canımız salamat olsun. Sağlam İlk canımız növbədə, olsun. ilk növbədə. Düzdür, hərdən o məsəl var, deyir ki, mərdi qova-qova namərd Ha, edirlər. bəli. Allah o gündən qorusun. Amin Bəli. inşallah. Ki, yəni adam sakit olur, danışmır, Ah, bir fərahət. susur, amma birdən Bu yaxında sosial şəbəkədə dünənləri bir videoya baxdım. Gözəl çıxış eləmisən maşallah. Zaur Nəboğlu ilə o. Hə, həmkarım Zarun verişində idim. Çox bu gözəl. yaxınlarda. Əla. Allah hər kəsi var eləsin. Amin inşallah. Valla. Doğrudan mənə çox xoş təsir bağışladı sənin orada çıxışın. Dəqiq danışmağın, hər şey Bəli. düzgün. Allah səni var eləsin. Var ol əzizim. Son zamanlar bir sənət aləmində çox qarma-qarışıq bir Bəli, vəziyyət var. Kim kimin istədi xətrinə dəyə də bilir, söz də deyir, lazımsız yerə atmacalar. Yəni belə şeylər olan yerdə heç vaxt inkişaf olmur da. Rəqabət oxumaqda olmalıdır, sənətdə olmalıdır. Boş-boşuna sən ona de, o sənə desin. Ortada nəsə bir şey O olmalıdır. 3 gün çəkir də, sonra sönür gedir gəldi.
Vallahi yəni Tamaşaçılar- yenə deyirəm, mən istəmirəm mərdim azarçılıq olsun, hər şey istəyirəm yaxşı olsun. Baxın, o deyirlər, ölüm gözlə qaş arasındadır. Ay sağ ol. Allah rəhmət etsin. Bu yaxınlarda nə böyük zərbə oldu hər birimizə Bəli. ki, o Zabir İmanovun anidən də, yəni bu adam bir saniyənin içində vəssalam, həyat bitdi. Yəni eləcə də bu həyatın bitmələrini mən dostlarım olub ki, bir yerdə çalışdığım televiziyadan, Allah Vüqar var idi montajör, o Pərviz operator, yəni bir çoxları. Yəni bunu düşünmək lazımdır ki, bu gün var, sabah yoxdur. Sabah yoxdur. Nə olar? Bu dünyanı gözəl yaşayaq, əla yaşayaq və bu əla yaşamağın da içində Gülnarənin növbəti ruzili, pullu mahnılarından biri səslənsin ki, bizdə ay pis demirəm ki, pullu deyirəm də. Elə baxır ki, mənə qıyğazır. Deyirəm yəni gəlim. Gəl. Gəldim, Yox, bu gəldim. dəfə gəl. Gəldim, bu dəfə sən deyirsən, Gəldim. Növbəti mahnılarından biri səslənəcək Gülnarə Qarabağlı. Buyursun.
ikinci səsi də özün oxumuşdun. Yox, bu mahnımızda bilirsiniz ki, bu əslinə qalsa bizim mahnıdır əslinə qalsa, amma cənub bölgəmiz deyir ki, yəni İranlılardan danışıram da yəni. Bizimdir. Əslinə qalsa bizim mahnımızdır, sadəcə olaraq. İkinci səs nə idi? İkincisi, bu mahnının aranjmanı İlkin qardaşımızdır, İlkin Valihoğlu'ya təşəkkür edirəm. İlkin Valihoğlu, dəqiq. Və gözəl, yenə də gözəl aranjmanımız Arzu xanım. Səsdə Arzu xanımın səsi. Arzu xanım, Arzu Abbasova. Bəli. Aranjmanda İlkin Valihoğlu'na aiddir. Hər birinə təşəkkür. Bir də Mikail, çox üzr istəyirəm. Bu günləri məni gözəlləşdirən, bu günlərim əl toxunuşlarla məni bəzəyən. Dəymə? Bu əslinə qalsa, belə deyək də, bizim mahnımız Araqçının... Yox, Arzu Abbasova nə idi? Yox, o da ikinci səsi deyir. İkinci səsi oxuyur. Dəymə. O səs qulağımdan yayınmaz axı. Mənim heç də qulağımdan yayınmır. Buradan Arzu Abbasovanı da salamlayıram. Sağ olsun. Var olsun. Və demək, Arzu Abbasova ilə qərara gəldi ki, mən mahnı... Bunun bir variantı budur bu mahnının. Arazaxır qız... Eyni mahnı, bəli, o mahnı. Eyni melodiya. Bəli, o mahnı da Budur gəlir, cüt bacı, qadan alım. Bunu Bətrə xanım oxumuşdu. Budur gəlir, cüt bacı, qadan alım. Bətrə xanımdan qabaq, Aşıq Zülfiyə oxuyubdur. Bəli. Biri mənimə oyu biraz zilə düşür. Oxuyardım, götürərdim o zil yeri, tərslikdən nazik yemişəm bugün. Amma reklamlardan sonra növbəti bir ifa ilə qayıdış edəcəyik, reklamlar. Sahili axtaran gəmi kimiyəm, zili itən səsi bəmi kimiyəm. Sahili axtaran gəmi kimiyəm, zili itən səsi bəmi kimiyəm. Məni qınamayın dəli kimiyəm. Məni qınamayın dəli kimiyəm. Yarəb görən o dilbərim necə oldu? 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 Payız yarpağı tək solub qalmışam, İncib şar kimi dolub qalmışam. Payız yarpağı tək solub qalmışam, İncib şar kimi dolub qalmışam. Suallar içində dolub qalmışam. Suallar içində dolub qalmışam. Yarəb görən o dilbərim necə oldu? Yarəb görən o dilbərim necə oldu? Yarəb görən o dilbərim necə oldu? Yarəb görən o dilbərim necə oldu?
Əla, bu mahnı kimin mahnısı idi? Əflatun Qubadovunda. Dəyərli sənətkar. İcazə almısan? Bəli, bəli, icazə almışam. Zəng eləmsən Əflatun müəllimə, icazəsini də verin. Bəli, bəli. Sən bilirsən də Əflatun Qubadov mənim ən yaxın Dəyərli dostumdur. sənətkarımız, Allah var eləsin. Buradan da salamlayıram ekran qarşısında. İndi harada yaşayırsan? İndi Oğuzda. Oğuzdan gəlmişsən sən? Bəli, əslim Kəlbəcər olsa da Oğuz rayonunda doğulub boya başa çatmışam. Buradan bütün Oğuzlara salamlayıram. O vaxt gəliblər, Oğuzda məşğullaşıblar deyə. Şükür Allah, bugün Azad Qarabağımız var, Zəngəzurumuz var. Bugün Kəlbəzərə də gedə bilirik, Qubadlıya da, Zəngilana da, həm oğullar. Əyləş, əyləş. Ən əsas odur ki, suyumuz oradan gəlir. Bugün də maşallah olsun, Oğuzda oxuyanlar var, amma o Oğuzdur, Şəkidir, qardaş qalxdı, zaqata aladı. Yığırsan deyirəm, gedirsən toylara. Yaxşıdır. Yaxşıdır maşallah. Gündə bir kostyum giyinirsən, kölgədə başqasın. Var olasan. Hər biriniz var olun. Deyirəm ki, canlı ifa ilə davam eləyək. Hə, Günlərə. Tural, əzim. Olar. Elnur. Olar, heç bir problem yox. Sən də qoşul. Nə olacaq ki? Qoşularıq. Siz canlı ifa eləyəcəksiniz. Sonra, sənin ikinci mahnın, hansı mahnı olacaq? Mikrofona de. Sənin ikinci mahnın, hansı mahnıları hazırlamısan? Yoxsa, nə mahnısı hazırlayın? Müəllimə? Hansıdır? Ağ göyərçin. Ağ göyərçinim. Hə, ağ göyərçinimi oxuyarsan. Canlı ifalar, bibi, əmilər ifa eləsinlər. Sən də qaqaşdan qulağa. Sənin neçə yaşın var? 12 yaşın var, maşallah, maşallah. Arada vaxt olarsa canlı bir balaca eləyərik onu. Eləyək də ilhamlılıqla, canlı. Başlayın inşallah. Nə oxuyaq? Hə, buyurun, buyurun. Vaxt, zaman gözləmir. Əyləşdiyimiz yerdən, buyuraq. Hə, buyur. Yox, sən də qoşul. Sevgilime könül açtım, sevgilime könül açtım. Eridi bir ilde beni, eridi bir ilde beni. Nereden eline demek açtı
Zalim alimi kamil ahdısa Ah ahdı sinemi deşti dalıqdım Aman hay zalim aman Bahar çiçeğidir, bahar çiçeğidir, arzu dileyim, şaşardı dileyim, olaydı bana. Yüreğim yoruluyor, yavaş vuranda, döylen yüreğim, olaydı bana. Ay məni tənha qoyma yaman çağımdır Məni canım Məni tənha qoyma yaman çağımdır Göz yaşım qəlbimə dərd ortağımdır Sana da yarpağım canım Sana da yarpağım solan bağımdır Qayıt son ümidim alma elimden Bay 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 Ölürəm ay canım Sen ki yüreğime toxundu bir daş Qaraca
Qısa reklam fasiləsindən sonra yenə buradayıq və canlı ifalarla Tural var olun. Gözəl ifalarla keçid aldıq reklamlara. Var olasınız. Var olsun da, pedaqoqdur da, belə olmalı. Bəhrəsidir. Hər adam tələbə yetişdirə bilmir, qardaş. Və canlı ifalar sağ ol, zamanı qardaş, Allah səni var yadıma eləsin. düşdü və mən buradan stomatoloq dostlarımı salamlayıram, var olsunlar. Əhmədi salamlayıram, Mehdini salamlayıram, kimi salamlayırsan. Bəli, və indi sizlərlə sağollaşırıq bu gözəl balamızın, Nurun gözəl ifası ilə. Sabah görüşmə ümidi ilə, sabah burada nələr olacaq? Kaş sabah mən gələrdim. Necə? Valla kaş ki sabah mən olardım burada. Niyə? Çünki maraqlıdır mənim üçün artıq. Və istəyərdim ki, Fərahimi tək qoymayım. Nə olar? Valla. Yox, sabah onda hər şeyin bir çarəsi mən də var. gəlim Vallahi də qısa onda. sözü. Elənur Heç da istəməzdim ki, gələsiniz. Fərahimi tək qoyum. Ya tək deyil, Fərahimi qardaşı buradadır. Amma o 2 saat boyunca mən qardaşlıq qoydum. Indi gördüm də. Hə, Nurumuzun gözəl ifası ilə yeşim vururuq sabaha qədər. Sağ olun, salamat qalın.